Salamlar, mən Lalə. Bu dəfə sizlərə 8 mart tərəfəsi ev təmizləmə vloqu yox, ürəyimizdəki çini, nifrəti, paxıllığı az da olsa təmizləmə ilə bağlı bir vloq çəkmək istədim. Məni bu videonu çəkməyə vadar edən bundan əvvəlki videomda olan xanımların yorumu idi. Mən özümü bu videonu çəkməyə borclu hiss elədim. Çünki baxıram ki, çoxlarının ürəyi doluymuş. Gəlib mənim videomun altında qusublar. Belə də ki, çox da yaxşı eləmisiniz. Sizin rəyləriniz mənim kanalım üçün çox önəmlidir. Kanalım üçün önəmli olsa da, mənfi rəylər mənim üçün elə də önəmli deyil. Nə yalan deyim. Bilirsiniz, mən əslində YouTube'da heç bir vlog çəkən xanımı izləmirəm. Heç öz vloglarıma da baxmıram. Bilmirəm niyəsə, yəni vlog çəkən videolar, uzun videolara baxa bilmirəm. Belə bir səbrim yoxdur. Amma bu videolara baxmasam da digər sosial medialarda qısa ev vloqları qarşıma çıxır. Və baxıram ki, çox gözəl təmizlik eləyən xanımlara da mız qoyanlar yetər qədər olur. Hər kəs özünü təmizlik şefi elan eləyib. Hər kəs dərs keçir, təmizliyi öyrədir. Mənə maraqlıdır, niyə kimlərisə dəyişməyə və ya özünüz kimi olmağa məcbur eləyirsiniz? Təmizliyin bir qanunu mu var, biz bilmirik. Hər şeyi təmizliyə niyə gətirib çıxardırsınız ki? Elə yazmışsınız ki, elə bil, valla Hindistanda sokaq ləzzətləri çəkən adamlar olur. Bax, elə bir videolar hazırlayıram. Gəlib mənim videoların altında, iyrənc, ayda, bunun təmizliyinə bax. Elə yazırsınız ki, mən özümdən şübhələnirəm ki, görəm mən nə çəkmişəm. Baxıram ki, bir çox xarici ölkələrdə insanlar evində ayaqqabı ilə gəzirlər. Uşaq da həmin orada iməkləyir və baxırsan ki, gündə təmizlik edənlərdən qat-qat sağlamdılar. Çünki onların immuniteti buna öyrəşibdir. Belə də lazımdır əslində. Əvvəllər özümüz də bostanlara girirdik, pomidor, xiyar, göyərtiləri yumadan çörəklə yeyirdik. Yəni, mən belə olmuşam, bəlkə siz belə olmamısınız, bilmirəm. Və yaxud da gedirdik bazara, meyvəni yumadan dişləyib dadına baxırdıq, alırdıq. Yəni, insanlar keçmişdə belə şeylərə takıntılı deyirdilər. İndisində də normal insanlar belə şeylərə fikir vermirlər. Niyə özünüzü bu qədər hər şeydən iyrəndirirsiniz? Özünüzü iyrəndirə-iyrəndirə axırda titiz xəstəsi olursunuz. Canınıza yazınız gəlmir. Burada videolarımın altında yazırlar ki, pintisən və s. İnanın Allaha, mənim elədiklərim pintilik deyil. Normal insanların yaşayışı belədir. Və inanın ki, titizlik elə özü bir xəstəlikdir. Hər şeyi xlorluyum, hər şeyi domestosla yuyum, polu evi silməkdən onların rəngini qaçırdım, meyvəni, göyərtini sirkəli suda saxlayım, bütün minerallarını öldürüm, sonra yeyim. Bəs sizin bədəninizdə ölən o hüceyrələr, o minerallar, bəs sizin bədəninizdə olan mikroblara qarşı dayanma gücü, bəs onlar da ölür axı, onlar da yox olur axı. Bu qədər təmizlik edərək özünüzü və evinizdə yaşayanların immunitetini nə qədər zəiflətdiyinizi bilirsiniz heç? Valla bizim vaxtımızda uşaqlar çöldə, bayırda, palçıqda böyüyürdü. Elə özüm də həmçinin. İndi də yağış yağanda biz qızımla tez-tez düşürük həyətə, həmin o yağışın gölməçələrində tullanıb düşürük. Yəni bu normaldır, bu pintilik deyil, bu natəmizlik deyil, bu həyatı yaşamaqdır. Mən heç kimi təmizlik etdiyinə görə irad bildirmirəm. Sadəcə mənim ev təmizliyimə irad bildirənlərə buradan cavab verirəm. Qaldı ki, o məşhur göy dəsmallarıma. Mən digər videolarımda da demişdim ki, bizdə hamam otağında trap yoxdur. Mən oranı hər gün yuya bilmirəm. Hər gün unitaz və moyka silirəm, paraşokluyuram daha doğrusu, amma yuya bilmirəm. Yəni silib, paraşoklayıb, sonra da quruluyuram dəsmalla. Keçən dəfəki ev vlogumda unitazı maçalka ilə yudum, dəsmalla qurutdum. Və həmin dəsmalı yuyub moykanı da silmişim. Ay Allah, milləti görəsiz nələr yazıb, bilmirəm, baxmısınız, baxmamısınız. Bəli, çoxlarına kobud cavab vermişəm orada. Çünki mən heç kimə açıqlama gətirmə məcburiyyətində deyiləm. Özüm bilərəm də nəyi necə eləyirəm. Bu mənim üçün normal bir şeydir. Yəni, əgər mən oranı yuyuramsa, qurulamalıyam da, həmin o quruladığım dəsmalla da, bəli, moykanı silmək mənim üçün normaldır. Bəlkə sizin üçün normal deyil. Toz suranla, bəlkə siz hamam otağını toz suranlamırsınız. Bəlkə sizin ayrıdır toz suranınız, bilmirəm. Yəni, bu mənim üçün normaldır. Və bir də onu demək istəyirəm ki, su hər şeyi təmizləyir. Valla, həqiqətən hər şeyi təmizləyir. Nə eləyiriksə gedirik əlimizi yuyuruq və təmizlənir, təmizliyə çıxır. Su hər şeyi təmizləyir, bircə ürəyimizdəki, ürəklərdəki çirkdən başqa. Çalışın, onu çirkləndirməyin.
Mən reklam üçün Domestosu töküb, yəni özümü göstərmək istəsəm, Domestosu töküb ora-bura, kənarda sizə göstərə-göstərə eləyə bilərdim. Amma bu mənlik olan iş deyil. Bir də yadıma düşmüşkən onu da qeyd edeyim. Hamı yazıb ki, "A xanım, siz qabları yuyub qurulamadan şkafa yığırdınız. Çox pintisiniz." Ay qızlar, mən oradan baş xarab kimi görsənirəm. Yəni mən dəliyəm, sulu qabları şkafa yığım, qabı taxtanı daha doğrusu çürüdüm. Yəni biraz beyninizi işlədin. Düşünmürsünüz ki, o şkafın içində şolka ola bilər, atlıq ola bilər. Demirəm, rəy yazmayan heç kimə. Yazın əlbəttə. Sizin rəylər bizim üçün, yəni bu videolar hazırlayanlar üçün çox önəmlidir. Sadəcə bəyənmədiyiniz şeyləri yazanda normal şəkildə yazın, mədəni formada yazın. Qarşınızdakı insanın qəlbinə toxunmadan yazın. Sözümün canı budur ki, bütün bu danışdıqlarımın canı budur ki, çalışın insanları olduğu kimi qəbullanın. Təkcə videolarda demirəm ha, yəni həyatda da çalışın insanları olduğu kimi qəbullanın. Əgər qəbullana bilmirsinizsə, sadəcə o insandan uzaq gəzin və mümkündürsə, həyatınızdan çıxardın. Onu dəyişməyə çalışmayın amma. Mənə yazılan o yorumlar vloqlar çəkməyimə əngəl olmur. Əksinə, onların sayəsində mən irəliləyirəm. Kanalım böyüyür, qazancım çoxalır. Və bilirəm ki, mən hər dəfə vloqlar çəkdikcə belə yazanlar həmişə olacaq. Mən ilk gündən də demişəm, mənim videolarımın əsas məqsədi kimsə nə deyər düşüncəsi ilə yox, öz düşüncəmlə yaşamaqdır və bunları insanlara ötürməkdir. Həyat sizindir. İcazə verməyin ki, kimlərsə sizin həyatınıza qarışsın. Ürəkli olun hər zaman. Düşüncənizdən və özünüzdən əmin olsanız, inanın ki, siz hər şeyə qalib gələcəksiniz. Və ən vacibi isə öz güvəniniz artacaq. Özünüzü sevməyə başlayacaqsınız. Bəzən insanlar başqalarının göstərməli həyatlarına baxıb özlərini onlardan aşağı hiss edirlər. Bu özünüzə olan ən böyük pislik olar. Düşünürəm ki, bu danışdıqlarım çoxlarına aydın oldu. Çoxları deyəndə mənə irad bildirənləri nəzərdə tutdum əlbəttə. Çox danışıb ağlınızı qarışdırmaq istəmirəm. Bu danışdıqlarımı düşünün sadəcə yetər. Videoya başlayanda 8 mart dedim, amma söhbəti fırlatdım başqa mövzuya. 8 mart Beynəlxalq Qadınlar Gününüzü təbrik edirəm, gözəl xanımlarımız. Ürəyinizdə heç zaman mərhəmət hissi azalmasın. Hər zaman sevib seviləsiniz inşallah. Hələlik, gələn videolarımda görüşənədək.